İsa bin Mustafad Əbu Musa Əd-Dərir belə rəvayət etmişdir. Mənə Musa bin Cəfər əleyhissalam danışdı ki, Əbu Abdullaha İmam Sadiq əleyhissalama belə dedim. Vəsiyyətin katibi Əmir əl-Möminin əleyhissalam. Vəsiyyəti oxuyan Rəsulullah sallallahu aleyhi və alihi və səlləm, Cəbrail əleyhissalam və yaxın mələklər də şahid deyildirmi? Sual. Uzun müddət başını əydi. Sonra belə dedi. Ey Əbul Həsən, sənə dediyim kimidir. Lakin Rəsulullah vəfat etdikdə vəsiyyət Allah dərgahından möhürlü bir məktub olaraq nazil oldu. Vəsiyyət Cəbrail və Allah Taalanın mələklər arasındakı inanılmış mələkləri tərəfindən nazil edildi. Cəbrail əleyhissalam, ey Məhəmməd, vəsiyyəti verəcəyin kəsdən başqa yerdə qalanlarına bayra çıxmalarına əmr et. Çünki vəsiyyəti yerinə yetirən məktubu bizdən alacaq və onun yerinə yetirəcək olana verdiyinə bizi şahid tutacaq, özünün də onun mühafizəkarı olduğuna təmin verəcək Əlidir. Rəsulullah Əlidən savayı yerdə qalanlara evdən çıxmalarını əmr etdi. Həzrəti Fatimə salamullah əleyhə isə qapı ilə bir pərdə arasında dayanmışdı. Cəbrail əleyhissalam, ey Məhəmməd, Rəbbin sənə salam söyləyir və buyurur. Bu səninlə etdiyim sözləşməni, sənin qarşına qoyduğum şərti əhatə edən, sənin üçün ona şahidlik etdiyim və mələkləri də sənin üçün şahid göstərdiyim bir məktubdur. Ey Məhəmməd, şahid olaraq mən sənə kifayətəm. Buna görə Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin oynaqları titrədi və ey Cəbrail, Rəbbim özü salamdır, münezzəhdir. Salam ondandır və salam ona qaydar. Rəbbim düz demiş və lütf etmişdir. Məktubu ver dedi. Cəbrail əleyhissalam məktubu ona uzadıb Əmir əl-Möminin əleyhissalama verməsini istədi və dedi. Oxu. Rəsulullah sallallahu aleyhi və aleyh məktubu hərif və hərif oxuyub buyurdu. Ey Əli, bu Rəbbim Təbərək və Taalanın mənimlə etdiyi sözləşmədir. Mənim üzərimdəki şərti və əmanətidir. Mən onu təbliğ etdim, nəsihət etdim və vəzifəmi yerinə yetirdim. Əli dedi, mən sənin təbliğ etdiyinə, nəsihət etdiyinə şahidlik edirəm. Atam, anam sənə fəda olsun. Sənin dediyini təsdiq edirəm. Qulağım, gözüm, ətim və qanım sənin leyhinə şahidlik edir. Cəbrail dedi, mən də bu xüsusda sizin hər ikinizə şahidlik edirəm. Rəsulullah buyurdu, ey Əli, vəsiyyətimi aldın, onu öyrəndin. Allah və mənim üçün ona bağlı qalacağına, əhatə etdiyin tətbiq edəcəyinə təminat verirsənmi? Əli dedi, bəli, təminat verirəm, söz verirəm. Onun əhatə etdiyini yerinə yetirməkdə və məni müvəffəq etməkdə köməkçim Allahdır. Rəsulullah buyurdu, ey Əli, qiyamət günü bu vəsiyyətə görə hərəkət etdiyini mənə xəbər verəcəyini, şahidlər huzurunda deməyini istəyirəm.
Əli: Bəli, şahidlər huzurunda bunu qəbul edirəm. Buna görə Rəsulullah buyurdu: Cəbrail və Mikail indi buradadırlar. Yanlarında başqa bəyənilən mələklər də vardır. Burada olmalarının səbəbi onları sənin üzərində şahid tutmağımdır. Əli dedi: Bəli, şahid olsunlar, atam, anam sənə fəda olsun. Mən də onları şahid tuturam. Rəsulullah sallallahu aleyhi və aleyhi mələkləri şahid tutdu. Rəsulullah Cəbrailin Əzzə və Cəllə olan Allahdan aldığı əmrlə Əliyə qoyduğu şərtlərdən biri budur. Ey Əli, bu vəsiyyətdə yazılanlara bağlı qalacaq, onları tam şəkildə yerinə yetirəcəksənmi? Allah və Rəsulunu özlərinə qəyyum götürənlərə sən də qəyyum olacaqsanmı? Allah və Rəsulu ilə əlaqələrini kəsib, onlarla düşmən olanlarla sən də əlaqəni kəsəcək və onlarla düşmən olacaqsanmı? Bunu edərkən səbir edəcək, hirsini boğacaqsanmı? Bu zaman haqqın əlindən alınsa, sənə verilməsi lazım olan xums qəsb edilsə və sənin hörmətin ayaqlar altına atılsa belə vəsiyyətin əhatə etdiyini tətbiq edəcəksənmi? Əli: Bəli, ya Rəsulallah cavab verdi. Əmir əl-Möminin əleyhissalam dedi: Çərdəyi yarana və insan oğlunu yaradana and içirəm ki, Cəbrailin Rəsulullaha belə dediyini eşitdim. Ey Məhəmməd, ona başa sal ki, onun ayaqlar altında atılacaq hörməti Allahın və Rəsulunun hörmətidir. Saqqalı başından axan təzə qanlarla qıpqırmızı boyansa da, bu vəsiyyətə bağlı qalması şərtdir. Əmir əl-Möminin dedi: Əmin Cəbrailin bu sözünü eşitdiyim zaman birdən qışqırdım. Sonra üzü üstə yerə yıxılıb dedim: Bəli, qəbul etdim və razı oldum. Hörmətim ayaqlar altına atılsa da, sünnələr ortadan götürülsə də, Quran parçalansa da, Kəbə dağılsa da, saqqalım başımdan axan təzə qanlarla qıpqırmızı boyansa da, sənə qovuşana qədər bu tərzimi davam etdirəcəyəm. Sonra Rəsulullah Fatiməni, Həsən və Hüseyni çağırdı. Allahın salamı olsun onlara. Əmir əl-Möminin bildiklərini onlara da bildirdi. Onlar da Əlinin dediklərini dedilər. Sonra vəsiyyət odda əridilməmiş qızıl möhürlərlə möhürləndi və Əmir əl-Möminin Əli əleyhissalama verildi. Buna görə Əbülhəsənə dedim, bu vəsiyyətdə nələr olduğunu anlada bilərsənmi? Buyurdu: Allahın qadağaları və Peyğəmbərin sünnələri vardır. Soruşdum: vəsiyyətdə Əlinin yüklənmələri, ona qarşı çıxmaları da yazılırmı? Bəli dedi. Allaha and olsun ki, orada tək-tək, hərif-bəhərif hər şey yazılır. Yoxsa Əzzə və Cəllə olan Allahın bu sözünü eşitmədinmi? Ölüləri həqiqətən ancaq biz dirildirik. Onların əvvəllər etdiklərini və qoyduqları izləri biz qeydə alırıq. Biz hər bir şeyi açıq-aşkar imamda qərar vermişik. Yasin 12. Allaha and olsun ki, Rəsulullah, Əli
və Fatiməyə belə dedi: Sizə təqdim etdiyim vəsiyyəti başa düşüb qəbul etdinizmi? Bəli, bizi kədərləndirən, bizi qəzəbləndirən davranışlara qarşı səbr edəcəyik. Növbəti hədis Məhəmməd bin Əhməd Abdullah Əl-Öməri atasından, o babasından, o da Abdullahdan İmam Sadiq əleyhissalamın belə rəvayət etmişdir. Azza və Cəllə olan Allah nəbisinə vəfatından əvvəl bir yazılı nazil etmişdir. Ey Məhəmməd, bu sənin nəslindən olan seçilmişlərə edəcəyin vəsiyyətdir. Peyğəmbər, seçilmişlər kimlərdir? Ey Cəbrail dedi. Cəbrail dedi, Əli ibn Əbu Talib və onun nəslidir. Yazının üzərində qızıldan möhürlər var idi. Rəsulullah bu vəsiyyəti Əmir əl-Möminin əleyhissalama verdi. Bir möhrü açmasını və içində yazılanlara görə əməl etməyini əmr etdi. Əmir əl-Möminin möhrün birini açdı və içində yazılmış tövsiyələr çərçivəsində hərəkət etdi. Sonra vəsiyyəti oğlu Həsənə verdi. Həsən əleyhissalam möhürlərdən birini açdı və içində yazılmış vəsiyyətlərə görə əməl etdi. Sonra Hüseyn əleyhissalama verdi. Hüseyn möhürlərdən birini açdı və orada bunların yazıldığını gördü. Bir tayfa ilə birlikdə şəhadətə çatmaq üçün hərəkətə keç. Onlar ancaq səninlə birlikdə olsalar şəhadətə çata bilərlər. Özünü Azza və Cəllə olan Allaha bağla. Hüseyn əleyhissalam da bu vəsiyyətə görə hərəkət etdi. Sonra vəsiyyəti Əli ibn Hüseyn əleyhissalama verdi. Əli ibn Hüseyn möhrü açdı və orada bunların yazıldığını gördü. Başını əy və sus. Evindən bayra çıxma. Ölüm gələnə qədər Allaha ibadət et. O da bu vəsiyyətlər çərçivəsində hərəkət etdi. Sonra vəsiyyəti oğlu Məhəmməd bin Əliyə verdi, İmam Baqir əleyhissalama. O möhürlərdən birini açanda orada belə yazılmış olduğunu gördü. İnsanlara anlat, onlara hədis rəvayət et və fətva ver. Allahdan başqa heç kəsdən qorxma. Çünki heç kim sənin əleyhinə işlədəcəyi bir yol tapa bilməz və sənə mənfi bir iş görə bilməz. O da bu vəsiyyətlərə görə əməl etdi. Sonra vəsiyyəti oğlu Cəfər əleyhissalama verdi. Cəfər möhürlərdən birini açdı və orada bu vəsiyyətlərin yazıldığını gördü. İnsanlara anlat, onlar üçün hədis danış və fətva ver. Nəslinin elmlərini yay. Əməli salih atalarını təsdiq et. Əzzə və Cəllə olan Allahdan başqa heç kəsdən qorxma. Çünki sən mühafizə altında və amandasan. O da bu vəsiyyətlərə görə əməl etdi. Sonra vəsiyyəti oğlu Musaya verdi. Musa da özündən sonraki imama verəcəkdir. Və bu hal Mehdi əleyhissalam Əccalallah Fərəcəş Şərifin zuhur etməsinə qədər davam edəcəkdir.